Eğer siz bu videoya baxırsınızsa, demək bu mənim dostum və vəkilim Sadiq tərəfindən sizə göndərilibdir. Və bu videonu çəkəndə bildim ki, mənə qarşı müəyyən bir işlər planlaşdırılır. Ona görə bunları çəkdim, hazır qoydum dostum vəkilimdə ki, o bunları lazım olan şəxslərə lazım olan anda çatdırsın. Demək, mən bir neçə gün əvvəl gəlmişdim Azərbaycana, anama baş çəkməyə. Geri qaydanda ayın 21-i günü səhər-səhər, iyunun 21-i səhər-səhər hava limanında mənə dedilər ki, bəs sənin ölkədən çıxışına yasaq qoyulub. Dedim, kimdir? Dedi ki, bəs Dövlət Təhlükəsizlik Xidməti. Mənim bu Dövlət Təhlükəsizlik Xidmətinin nə heç bir işim yoxdur, nə heç bir problemim yoxdur. Ona görə də mən qayıtdım evə və iş vaxt başlayandan sonra orada olan tanışım Rəşad Bayramov, Neft sektorunun kuratoru Rəşad Bayramovla əlaqə saxladım və dedim, Rəşad, nə məsələdir, mənim çıxışıma niyə yasaq qoyursunuz? O dedi ki, bizlik deyil. Sonra dilindən belə bir söz qaçdı ki, bəsən Nexol Holdingdən Yusif Cabbarovun korrupsiya əməli barədə və s. direktorlara yazanda bilmirdinmi ki, belə olacaq, və s. Mən də deyim, Rəşad, Yusif Cabbarovun dövlətlə nə əlaqəsi var, nə işi var? Yusif Cabbarov bir özəl biznes adamıdır və onunla da mənim aramda olan nə məsələ varsa, narazılığım, mən onu heç vaxt üçüncü bir tərəfə çıxartmamışam. Onun başının üstü olan direktora şurasına bu barədə məlumat vermişəm və bu da normal praktikadır. Əslində direktora şurası mənə minnətdar olmalıdır ki, onun çatışmazlığı, nöqsanı varsa, Yusif Cabbarov, mən direktora şurasının diqqətinə çatdırmaqla onlar yəni bu məsələləri qaydasına qoya bilərlər. Nəysə, sonra o dedi ki, bu bir mən rəhbərliklə danışım, geri dönərəmsə, 1-2 saatdan sonra özü mənlə əlaqə saxladı, dedi ki, bizlik deyil, bu korrupsiyalıqdır bu iş, sən gel onlarla danış. Həmin günü bizim evə korrupsiyadan Mikhail Hüseynov adlı bir şəxsdən zəng olmuşdu. Həmin gün mən evə gec gəldim, 21-də görüşə bilmədim həmin şəxslə. 22-sində mən səhər tezdən özüm getdim korrupsiya idarəsinə, Mikhail Hüseynovla görüşdüm, prokurorla. Dedim, nə məsələdir, mənim çıxışıma niyə yasaq qoymuşsunuz? O dedi ki, bəs sənin çıxışına yasaq qoymuş ona görə ki, 2012-ci ilin yanvar-aprel aylarında Petroleum Servis Qrup, PSG adlı bir şirkət var. Bu şirkət də çoxları bilir ki, Azərbaycanlı iş adamı Hafiz Məmmədova, Hafqa kimi tanınan Hafiz Məmmədova məxsusdur. O şirkətin adına kredit götürülüb beynəlxalq bankdan və qaytarılmayıbdır. Mən dedim ki, ümumiyyətlə bu işin mənə aidiyyəti var. Mən birinci dəfə də eşidirəm ki, PSG şirkəti kimdənsə kredit götürübdür. Və mən PSG-nin heç vaxt o vaxtı rəhbəri, işçisi olmamışam. Onda o dedi ki, yaxşı, mən sənədlərə birdən baxım. Sənədləri çıxartdı bir qovluğun içərisindən, kredit müqaviləsi, 4 ədəd kredit müqaviləsi. Mən kredit müqavilələrini tez vərəqlədim, son vərəqlərinə baxdım, görüm ki, kim bunu imzalayıb. Baxıram ki, kredit müqaviləsini Petroleum Servis Qrup, yəni Hafqanın şirkəti adından imzalayan şəxsin adı Mustafa Səbri Dönməzdir. Hər 4 müqavilədə. Mən bunu Mikhail Hüseynova prokurora göstərdim və deyim ki, Mikhail, mən bunların mənə aidiyyəti var. Buna görə mən niyə incinirsiniz, sərhəddən çıxışıma yasaq qoyursunuz? Mikhail onda təəccübləndi, deyir ki, bu şirkət, bu sənin imzan deyil, deyirəm, yoxdur, görmüsən, bu başqa adamdır. Bəs mənə demişdilər, səni imzalayıbsan bunu, deyim, sizə səhv məlumat verirdilər. Onda mən başa düşdüm ki, bu mənə qarşı qurulmuş bir işdir və bunun qurulması barədə də mənə məlumat vermişdilər. Mənə məlumat verənlər Nexol Bakı ofisinin rəhbərliyi, bugünkü rəhbərliyin adamları və bir də Cavid Hümbətov adı Nexolun təhlükəsizliyində işləyən Cavid Hümbətovun yaxın adamları idi. Onlar mənə hələ bir ay öncədən demişdilər ki, Cavid Yusiflə bir yerdə korrupsiya idarəsi ilə birlikdə sənə qarşı plan qururlar, səni həbs elətdirmək istəyirlər. Və mən buna o vaxtı ciddi baxmamışdım açığı. Niyə görə? Çünki mənim həbs olması bir günahım yoxdur. Nə üstündə məni həbs edəcəksiniz? Petroleum Servis Qrup indi bugün mənə prokuror deyir, mənim ona heç bir aidiyyətim yoxdur. Mənim son 12 il yarım belə desə işlədiyim bir şirkət olub, Sokar AQŞ, hansına ki bugün Nexol nəzarət edir, Cavid Hümbətov, Yusif Cabbarov və s. O şirkətdə də mənim bir problemim olmayıbdır. Mən yəni belə boş sözlərlə yox, birbaşa Sokarın rəsmi internet səhifəsindən götürülmüş, rəsmi rəqəmlərlə, audit hesabatından götürülmüş rəqəmlərlə danışmaq istəyirəm. Bəli, mən 2008-ci ildə Sokar AQŞ-ni sıfırdan yaratdım və elə birinci ildə mart ayının 29-u fəaliyyətə başlayandan ilin sonuna qədər
49 milyon manat təxminən gəlir əldə etdik və bu 49 milyon gəlirdən biz Nəsib Həsənova 28,3 milyon manat mənfəət verdik. Növbəti il 2009-cu il daha yaxşı il oldu. Biz artıq 119 milyon manat gəlir əldə etdik və təxminən 47 milyon manat mənfəət əldə etdik. 2010-cu il 144 milyon gəlir, 71 milyon manat mənfəət. Bunun hamısı çox gözəl nəticələr idi. Təxminən 40-50% mənfəət göstəricisi. Bu siyahını uzun-uzadı oxumayacağım. Gəldi 2018-ci ilə. Şirkəti böyüdə-böyüdə, inkişaf etdirə gəlirik. 2018-ci ildə bizim artıq illik gəlirimiz 576 milyon manat, mənfəətimiz olubdu 185 milyon manat. 2019-cu ildə 275 milyon manat mənfəət, gəlir 55 milyon manat mənfəət. 2020-ci il pandemiya ili, bütün hər yan bağlandı, Covid virusu yayıldı və s. və ona baxmayaraq biz yenə də 278 milyon gəlir əldə elədik və Nəsib Həsənov 17 milyon manat mənfəət əldə elədi. Mən 2020-ci ilin oktyabrın 16-sında işdən ayrıldım. Bunun səbəblərini sonra deyəcəm. Həmin işdən ayrılandan sonra mənim yerimə təyin olundu Samir Mollayev adlı bir şəxs. Mən heç onu yaxşı tanımıram doğrusu. 2021-ci ildə artıq baş direktor Samir Mollayevdir. Şirkət ildə əldə edib 121 milyon gəlir, amma ili başa vurub 201 milyon manat zərərlə. Bu fantastik bir ziyanla işləməkdir. Necə ola bilər ki, 201 milyon manat zərər niyə olsun? Mən bunun detallarına diqqət yetirəndə hesabatda gördüm ki, yazıqlar ki, 2021-ci ildə sair xərclər adı altında bir dəfəyə 204 milyon manat xərc olubdur. Bu araşdırma tələb edən bir şeydir. Necə ola bilər ki, şirkətin 121 milyon gəliri olubdur. Yəqin ki, onun əməliyyat xərcləri də bundan daha az olubdur. Amma 204 milyon manat əlavə sair xərcləri olub şirkətin. Bu xərc nə xərcidir? Bu çox şübhəli bir xərcdir mənsə. Və buna görə də şirkəti 201 milyon manat zərərə salıbdılar. 2022-ci ildə yenə baş direktor Samir Mollayevdir. Şirkətin gəlirləri mənim vaxtımdakı 500-600 milyon rəqəmlərindən gəlib düşüb 88 milyona və ili başa vurublar 3 milyon manat zərərdir. Ona görə də indi mən işdən çıxandan sonra öz ərzəmdə mənim dalımca söz-söhbət yaymaqları ki, Ramin zərərlə işləyib, pis işləyib və s. heç bir əsası olmayan söhbətlərdir. Nəyə görə? Rəqəmlər bunun əksini sübut edir. Yəni ki, mən normal işləmişəm, müəssisəni sıfırdan qurub gətirib 2020-ci ildə büdcəsi 640 milyon manat olan nəhəng bir müəssisəyə çevirmişik. İşlədiyim illər ərzində daim mənfəətlə, yüksək gəlirliklə işləmişik və mən 2020-ci ilin sentyabrında baş mühasibindən xahiş elədim ki, bir araşdırsın görək biz ümumiyyətlə Nəsib Həsənova dividend və yaxud da ki, onun şirkətlərinə olan ödənişlər vasitəsilə nə qədər xeyir vermişik. O bunları hesabladı, gəldi mənə dedi ki, bəli, biz 2008-2020-ci illərdə mənim baş direktor olduğum müddətdə Nəsib Həsənova indiki kursla təxminən 1 milyard Amerika dolları xeyir gətirmişik, dividend və onun şirkətlərinə olan ödəniş kimi. Bu çox gözəl göstəricidir. Mən işdən çıxandan sonra isə 2020-ci ildə, 2021-ci ildə Samir Mollayev rəhbərliyi ilə şirkət 201 milyon manat zərər eləyib, 2022-ci ildə 3 milyon zərər eləyib, yəni daim zərərlə işləyib məndən sonra. Eyni zamanda mən işdən çıxmamışdan təxminən bir 8 ay əvvəl, fevral ayında PwC Beynəlxalq Audit şirkətinin Moskva ofisi Sokar AŞ-ni qiymətləndirdi və o bizə rəsmi hesabat təqdim elədi. Sokar AŞ-nin dəyəri təxminən 2,1 milyard dollar dəyərində idi. Bunu yoxlamaq üçün alternativ olaraq Baker Tilly Azərbaycan da cəlb olundu ki, bunlar da bir alternativ rəy versinlər. Onların da rəyi təxminən 1,9 milyard dollar civarındaydı. Ona görə də yəni gördüyümüz kimi mən işlədiyim dövrdə həm 2 milyard dollardan artıq bazar dəyəri olan bir müəssisə ortaya çıxartmışam. Eyni zamanda 1 milyard dollarda dividend və Nəsib Həsənova məxsus şirkətlərə ödənişlər kimi ödənişlər eləmişik. Ona görə də zərərdən, ziyandan və pis idarəçilikdən söhbət gedə bilməz. Həmin Sokar saytında başqa rəqəmlərdə diqqətimi cəlb elədi.
belə bir göstərici var. Ümumi və inzibati xərclər. Buna çox vaxt idarə xərcləri də deyirlər. Məsələn, 2018-ci ildə şirkətin gəlirləri mənim dövrümdə olub 576 milyon manat, idarə xərcləri olub 15 milyon manat. Yəni, idarə xərcləri şirkətin ümumi gəlirlərində cəmi 2,6% paya malikdir. 2019-cu il yenə baş direktor mənəm, şirkətin gəlirləri olub 275 milyon, idarə xərcləri olubdur 19 milyon. Yəni, bu da normal göstəricidir, amma həmin il biz Türkiyədə yeni bir layihə başlayırıq deyə müəyyən qədər idarə xərclərində artım olubdur. 2020-ci il pandemiya ilində 278 milyonluq gəlirimiz oldu, idarə xərcləri və yaxud ümumi və inzibati xərclərimiz oldu 13 milyon. Yəni, əvvəlki illə müqayisədə 6 milyon biz onu azaltmağa nail olduq. Sonraki illərdə isə 2021 və 2022-də artıq mən deyildim baş direktor. Şirkətin idarə xərcləri 2021-ci ildə Samir Mallayevin rəhbər olduğu dövrdə 13 milyondan artıb 16 milyona, sonra 2022-ci ildə də 16 milyondan artıb 23 milyona. Yəni 2020-də mən işləyəndə 13 milyon ümumi və inzibati xərclər olduğu halda 2022-ci ildə cəmsi 2 il sonra 10 milyon artıb bu xərclər. Bu isə müəssisənin çox bərbad idarə olunduğunu göstəricisidir mən işdən çıxandan sonra və bunu hər yanda da sübut etməyə hazırıq. Mən işləyən zaman müəssisənin ümumi və inzibati xərclərinin gəlirdə payı 2,6-dan 4,7%-ə qədər olub. Mən işdən çıxandan sonra isə həmin bu ümumi və inzibati xərclərin gəlirdə payı 13,2% və 26% olubdur. Bu isə çox bərbad göstəricilərdir. Ona görə də demək ki, Ramin İsrailin dövründə müəssisə yaxşı idarə olunmurdu, böhtandan başqa bir şey deyil. Bundan əlavə mən Nəsib Həsənov üçün Turan Birgə müəssisəsini qurub təhvil vermişəm. Turan Birgə müəssisəsi demək, mən öz şəxsi təşəbbüsümlə yaradılıb 2018-ci ildə öz fəaliyyətinə başladı 2019-cu il may ayında və 2019-cu ildə artıq Nəsib Həsənova 11 milyon dividend ödədi. 2020-ci ildə 24 milyon dividend ödədi. 2021-ci ildə 20 milyon dividend ödəyibdir. 2022-ci ildə isə 25 milyon dividend ödəyibdir. Cəmsi son 4 ildə Turan Birgə müəssisəsi Nəsib Həsənova 80 milyon manat dividend ödəyibdir. Bu isə çox gözəl nəticədir. Axı o şirkətin, o Turan Birgə müəssisəsinin qurulmasına demək olar ki, Nəsib Həsənov və ya Sokar Ağaşı tərəfindən heç bir manat belə pul xərclənməyibdir. Bu sırf mənim təşəbbüsümlə yaradılmış bir müəssisə oldu. Bu müəssisə 2049-cu ilə qədər yəqin ki, BIP-nin platformalarında, Xəzər dənizində, BIP-nin idarə elədiyi platformalarda fəaliyyət göstərəcək və proqnozlaşdırılan ümumi gəliri təxminən 1 milyard manatdan çoxdur. İndiki kursla bu 600 milyon Amerika Birləşmiş Dolları edir. Bu da ki, çox gözəl göstəricidir. Heç bir xərc çəkmədən, əziyyət çəkmədən hər il 40-45 milyon manat dividend əldə edəcək növbəti illərdə və dediyim kimi bütün bu dövrdə 19-49-cu il, 30 il ərzində 600 milyon Amerika Birləşmiş Dolları Nəsib Həsənova dividend gətirəcək. Bundan yaxşı nə göstərici ola bilər? Mən işdən çıxandan sonra arxamca başladılar Yusuf Cabbarovun, İlqar Səməddinin, Cavid Hümbətovun və Eldar Məmmədzadənin öyrətdiyi adamlar orada söz yaymağa ki, güya ki, mən şişirdilmiş qiymətlərə mal material almışam. Mən burada vaxtı çoxalmamaq üçün onun cəmsi 2 epizoduna toxunmaq istəyirəm. Hansı epizodlarla ki, onlar məni ittiham edirlər. Birincisi, güya ki, mən qazma baritini çox yüksək qiymətlə Çin şirkətindən almışam. Tamamilə yalan və əsassız bir fikirdir. Nəyə görə? Mən yenə də boş sözlərlə yox, faktlarla, rəqəmlərlə danışacağım və bu cədvəli mənə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları vaxtı ikən düzəldib təqdim eləmişlər və mən buradan 1-2 faktı sizə deyəcəm. Demək, mən Sokar Ağaşıda 2008-2020-ci illərdə işlədiyim zaman 11 müqavilə imzalamışam qazma bariti satın almaqla bağlı. 2 müqavilə Nobel Oil'la, 2 müqavilə Leon Commerce'lə, 2 müqavilə Azorel'lə, 2 müqavilə Azerema'yla, 1 müqavilə Halliburton Baroet və 2 müqavilə həmin o Çin şirkəti Solux ilə. Və 2011-ci ildən bu yana ən baha qiymətə bariti biz almışıq Nobel Oil'dan. 1 ton üçün 591,7 dollar. Yəni bu Qazaxıstan bariti olubdur və
pulu da 100% avans şəklində ödənibdir. Və bu müddətdə bizim ən ucuz barit aldığımız şirkət 2011-ci ildən bu yana olubdur. Məhz həmin o Çin şirkəti $297 və ödəmə şərti isə mal, yəni barit bizə təhvil veriləndən sonra 60 gün müddətində və ya 60 gündən sonra ödəniş olmalıydı. Amma mən bildiyimə görə 2019-cu ildə həmin şirkət gətirib bariti təhvil versə belə, hələ bu günə qədər onlar 1 sent belə olsa ödəniş almayıbdılar. Ona görə də əgər bu şirkətin qiyməti 2011-ci ildən bu yana bizim aldığımız ən ucuz qiymət olubsa və ödəmə şərti də ən yaxşısıdırsa, yəni mal çatdırılandan 60 gün sonra ödəniş olmalıydı, o da hələ indiyənə qədər 4 il, 5 il müddətində olmur. Burada ümumiyyətlə hansı dağıntıdan, hansı yeyintidən söhbət gedə bilir? Birinci, qiymət çox aşağıdır. İkinci də ki, ödəniş də sonradan olmalıydı və o da heç vaxt olmayıbdır. Ona görə də bu əsassız bir fikirdir. İkinci bir məsələ, deyirdilər ki, güya ki mən Qaradağ Sənaye rayonunda Ulduz firmasından götürdüyüm torpaq sahəsini yüksək qiymətə icarəyə götürmüşəm. Bu da əsassız bir fikirdir. Yenə də faktlara, rəqəmlərə müraciət edək. Mən işlədiyim dövrdə və demək, torpaq icarəsi ilə bağlı 5 müqavilə imzalanıb son illərdə Sokaraqeşi tərəfindən. Bunların birincisi imzalanıbdır, demək, Azlogistika şirkəti ilə Qaradağ Sənaye rayonunda 8 sot açıq sahədə yüklər saxlamaq üçün ərazinin icarəyə götürülməsindən bağlı. 1 kvadrat metrin aylıq qiyməti olub $2,5. İkincisi olubdur, demək, Ulduz firmasından. Ulduz firmasından biz götürmüşük 3,4 hektar yer, 1 kvadrat metrin aylıq icarə haqqı $1,3. Sonra biz Azorel firmasından qismən yararlı ərazini götürdük, 1,95 hektar. 1 kvadrat metr $1,1. Sonra biz həmin torpağın bir hissəsini verdik Turan Birgə müəssisəsinə icarəyə. 1 kvadrat metrin aylıq icarə haqqı $4,2 olmaqla və həmin müqavilənin davamı məndən sonra gələn baş direktor Samir Mollayev tərəfindən də imzalanıb və eyni qiymətlə $4,2 olmaqla. İndi qiymətlərə baxın. 1,1, 2,5, 4,2, 4,2 və Ulduz üçün 1,3. Yəni bu 1,3 ən yaxşı qiymət, ən keyfiyyətli sənaye təchizat üçün yararlı bir ərazi üçün olan 1,3, o birisilərdən daha ucuz bir qiymət niyə görə sual doğurmalıydı və bu niyə bugün mənim adıma belə desək ki, ziyan kimi yazılmalıdır, yeyinti kimi yazılmalıdır və s. Demək, söhbət şəxsi qərəzdən gedir, başqa bir şey yoxdur. Mən işdən çıxandan sonra öz ərzəmi verdim şirkətin baş hüquqşünası Ramil Atayevə, Fəxri Abbasova və onlara bildirdim ki, mən işdən çıxıb gedirəm. Çünki Yusif Cabbarovla artıq işləmək mümkün deyil idi. O, Türkiyədə bizim Duz Gölü tenderində iştirakımızda və Silivri yeraltı qazanları dənizdə, İstanbul yaxınlığında o tenderdə hər cür maneçilik törətdi ki, bizim işimiz alınmasın. Və bu adam şirkətin işinə daim müdaxilə edir, sənədləri saxtalaşdırır və bizi səhv yollara çəkir. Mən bu barədə Nəsib Həsənova və onun köməkçisi Hörmətli Kömür xanımına dəfələrlə müraciət elədim ki, mən artıq bu adamla işləmək istəmirəm, xahiş edirəm, mənim ərzəmi qəbul edin, mən çıxım gedim. Amma gördüm ki, bir cavab yoxdur. 2020-ci ildə oktyabr ayının 16-sında mən Hörmətli Fəxri müəllimə müəssisənin baş hüquqşünası Ramil Atayevin iştirakı ilə öz ərzəmi təqdim elədim, dedim mən artıq işdən ayrılıram və imza hüququ olan şəxslər bir müddət şirkət idarə edərlər, siz bir adam tapıb ora qoyana qədər. Mən işdən ayrıldım oktyabrın 16-sında, sonra öz işlərimlə bağlı getdim İstanbula. Yəni yüngül bir çiyində cərrahi əməliyyat var idi, onunla bağlı. 10 gündən sonra mənə zənglər Bakıdan gəlməyə başladı ki, bəs Dövlət Təhlükəsizlik Xidməti sənin fəaliyyətini araşdırır, yoxlama başlayır, bizi çağırıb dindirirlər, köhnə həmkarlarım mənə zəng edirdilər. Mən təəccübləndim ki, burada dövlət əhəmiyyətli, hansı bir deyək ki, hadisə törətmiş ki, Dövlət Təhlükəsizlik Xidməti bizi araşdırsın. Mən dedim, Bakıya qaydanda özüm gəlib görüşərəm, deyin ki, indi hazırda mən
bir cərrahi əməliyyat keçirmişəm, onu gözləməliyəm nəticəsini, sonra gələcəm. Mən noyabrın əvvəlləri Bakıya qayıtdım. Ondan sonra demək Dövlət Təhlükəsizlik Xidmətində neft sektorunun kuratoru olan Rəşad Bayramov mənimlə görüşdü və dedi ki, mən səninlə öz rəhbərim Ceyhun Şadlinskinin adından danışıram. Nəsibgil gətirib bizə bir sürü sənət veribdilər, deyirlər ki, Ramin yeyibdi, dağıntı eləyibdi və s. və biz sənə təklif edirik ki, 5 milyon manat ver və bir məsələni ilə burada bağlayaq, çıxsın geçsin. Mən dedim, axı məsələ bir araşdırılmamış, mən necə sizə 5 milyon hardan tapın verir, bu qədər nağdı və s. kimdə ola bilər, harda ola bilər, şəxsən məndə yoxdur. Dedim, mən bütün əmək haqqım yığılırdı Paşabartda və onu da gelib yoxlayaram, iş günü görüm nə qədər orada mənim əmək haqqımdan yığılıb qalan pullar, onu çıxardıb verə bilərəm, aparım verin Nəsibə, başqa mənim heç bir pulum yoxdur. Bu dedi ki, bax gör, amma dedi, praktika belədir ki, qaldıqca məsələ bu məbləğ işləyə bilər, sən bizim sözümüzə əməl eləməsən. O zaman mən Rəşad Bayramova sual verdim ki, Rəşad, laf tutaq ki, mən getdim, borca xərcə girdim, getdim bu pulu verdim sizə ki, mən sakit yaşamaq üçün bunu da elədim. Garantiya hardadır ki, səhərsi günü Nəsibə sən o illər bu məsələdə məni təqib eləməyəcək, mənə sakit yaşamağa imkan verəcəkdilər. Onda Rəşad bir kəlmə deyir ki, əgər bu razılaşmanı Nəsibə sən o pozsa, onda gəlir o yerə öz başını dəmir yol relsinin üstünə qoyur. Amma hadisələrin sonraki gediş göstərdi ki, məsələ işte belə deyil, onlar elə Nəsibə Sənovla bir hərəkət edibdilər, heç onun başını relsin üstünə qoymaq fikirləri də olmadı. Sonra Rəşad mənə məsləhət gördü ki, sən Həmidlə görüş. Həmid Kərimov adlı şəxslə mən görüşdüm. Məsələləri davam elətdirdik, söhbətləri və yekunda mənim qarşıma şərt qoydular ki, düzdür, səndə ciddi heç bir pozuntu, yeyinti, əyinti biz tapmamışıq, amma istək bundan ibarətdir. Yaşayıb, sakit yaşayıb, davam eləmək istəyirsənsə, sən bunları eləməlisən. Həmin vaxtda da Sokarın vitse-prezidenti Daşkın İskəndərov tərəfindən mənə dəfələrlə təklif olundu ki, gəl bizdə müəyyən idarələr var ki, işləri çox zəif gedir, gəl onların birinin rəhbəri, Rövnək müəllimlə danışaq, rəhbəri kimi başla işləməyə və bu işləri düzəldir. Mən də həmin vaxtı ona görə də xaricdə olan dostlarımdan borc aldım və Həmid Kərimov ilin mənə dediyi məsələni, yəni təxminən bir 1.750.000 nağdı vəsait və ondan bir qədər də artıq mənə çatası və digər şirkətlərin borçlarını boynuma götürməklə bu məsələləri qapatmaq razılığına gəldik. Amma sonra onlar dediyinə əməl eləmədi, yəni Sokara zəng olmadı ki, artıq Ramin gəlib sizlə işləyə bilər, heç bir problem yoxdur və s. Onlar öz razılıqlarını pozdular və mən sonra öyrəndim Həmiddən ki, niyə dedi ki, Yusif Cabbarov məsələləri pozdu. Demək, mən öz gücümə getdim, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində işə düzəldim. Vergi Xidmətində mən işə düzələndən sonra elə birinci gün Yusif Cabbarov başladı IQ salmağa, Ceyhun Şadlinskiyə ora zəng elətdirməyə ki, tez o Ramini oradan işdən çıxardı. Onlar da mat qaldı ki, bu Raminə özünüz müsbət rəy verirsiniz, yəni DTX olaraq bu bizdə işləsin. İndi nə oldu ki, birinci gündən elə siz bunu işdən azad eləmək istəyirsiniz. Amma Yusif Cabbarov başladı bu şəhər böhtan kampaniyasını davam elətdirməyə, Nəsib Həsənovun digər insanların adından ora-bura söz yaymağa. Mən də gördüm ki, artıq bunlar çox təzyiq edirlər və vergi xidmətinin rəisi, mənim ən sevimli tələbəm olmuş, hörmətli insan Orxan Nəzərliyə dedim ki, Orxan, onların hamısı heç sənin bir kəsilib atılan dırnağa dəyməz Nexolda olan menecerlərin. Ona görə də mən səni təzyiq altında qoymaram, özüm yəni çəkilib çıxıb gedirəm. Ərzə verdim, çıxdım, getdim xaricə. Mən xaricə gedəndən sonra bunlar məni yenə də rahat buraxmırlar. Haqqımda orada-burada söz yayırlar, yeyib, dağıdıb, nə bilim, belədi və s. və s. Sonra Fəxri müəllim mənlə əlaqə saxladı, dedi ki, mən istəyirəm ki, sən gəlib barışıq sazişi imzalayasan və 2023-cü ilin mart ayının 3-də biz ikinci dəfə Sokara Qəşə ilə barışıq sazişi imzaladıq. Birinci barışıq sazişimiz demək 16 oktyabr 2020-ci il tarixi ilə idi. Barışıq sazişində də deyilirdi ki, nə mənim Sokara Qəşəyə, nə Nəsib Həsənova, nə heç kimə qarşı iddiam yoxdur, onların da mənə qarşı iddiası olmamalıdır. Amma onlar görünür
öz iddialarından əl çəkmirdilər. Dəfələrlə mənə xəbər çatırdı ki, onlar sənə qarşı oyunlar qururlar, işlər qururlar və bu da məni yorurdu. Çünki axı hamı sakit yaşamaq istəyir, hamı normal bir stabil həyat istəyir və mən də başa düşürdüm ki, bu Yusif Cabbarovun, Vüqar Səmədlinin, Eldar Məmmədzadənin və Cavit Ümmətovun işləridir. Çünki Nəsib müəllimlə mənim heç bir problemim yoxdur. Mən 2008-də Nəsib Həsənovla işləməyə başlayandan biz onunla böyük qardaş və kiçik qardaş kimi elə bir hörmətli münasibətimiz olubdur. Bir-birimizin uğrumuzda belə desək ölümə də getməyə hazır olan adamlar olmuş. Amma elə ki 2013-cü ildə Yusif gəldi və gördük ki, Nəsib Həsənovla mən çox bir-birimizə hörmətli, bağlı, sədaqətli insanlar o başları bizim aramızı vurmağa, məndən ona, ondan mənə xəbər çatdırmaq, aramızda gərginlik yaratmaq və s. Və bunun da bir variantı bu oldu ki, bu adam 2013-cü ildə gəldi, artıq 2014-cü ilin fevralında mənim maaşımı kəsdi. Yəni mənim maaşım 25.000 manat idi. Bunun təxminən 6.000 manatını mən bank kartı vasitəsilə alırdım, 19.000 manatı mənə nağdı şəkildə Nəsib Həsənov tərəfindən çatdırılırdı hər ay. 2014-cü ilin fevralından artıq bunu mənə çatdırmadı. Və mən nə qədər dedim, bu dedi ki, yox, hələ baxırıq, nə bilim, imkan olan eləyərik və s. Artıq 2016-cı ilin avqust ayıydı, Nəsib Həsənovla mən danışanda, Nəsib müəllim birinci dəfə idi bunu eşidirdi. Dedi ki, niyə vermirlər sənin maaşını, elə şey mi olur və sən işləyirsən, sən maaş almalısan. Və o tapşırıq verdik, onu hesapladılar, 2014-2016-cı ildəki maaşımı yığdılar, topladılar və onun da təxminən bir 80%-ni verdilər mənə, 20%-ni yenə üstündən keçdi. 2016-cı ildən 2020-ci ilə qədər, mən işdən ayrılana qədərsə, ümumiyyətlə heç bir manat mənə ödəniş olmadı. Ondan sonra bir də qeyd edeyim ki, mənim şəxsən iştirakımla 4-5 görüşdə Nəsib Həsənov Yusifə deyirdi ki, bu Raminə hesabla bonus verək, şirkətdə pay verək, bu ömrünü günlük bizim şirkətlərin uğrunda qoyubdur. Amma Yusif Cabbarov hər dəfə bundan yayınırdı və heç vaxt Nəsib Həsənovun dediklərini əməl eləməli. Əksinə onunla bizi bir-birimizə düşmən eləməklə məşğul idi. Mən bir şey də qeyd edeyim ki, Nəsib Həsənova bugün də mənim heç bir problemim yoxdur. Yəni, nə Nəsib Həsənov barədə, nə onun oğlanları barədə, nə onun biznesi barədə mənim heç bir mənfi fikrim yoxdur, olmayacaqdır da. Bizi bir-birimizlə gərgin münasibətə salan Yusif Cabbarov kimlərdir və məncə də bu